Azərbaycandan gözəl bir devlet heç bir yeri yoktur. Belediyenin parkın görəndə inancla ki, dedim ki, Parijdəyəm. Sumqayıt şəhərində yeni abadlaşdırılmış bələdiyyə parkının açılışı olub. Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, İcra Hakimiyyəti başçısının müavini Ülviyə Müzəffərova, Sumqayıt şəhər bələdiyyəsinin sədri Adil Xudatatov və şəhər ictimaiyyəti iştirak ediblər. Açılış mərasimi bir iyun uşaqların beynəlxalq müdafiəsi gününə təsadüf edib. Tədbir çərçivəsində uşaqlar üçün şənlik və konsert proqramı təşkil olunub. Balacalar həm əylənib, həm də istirahət ediblər. Məlumat verilib ki, bələdiyyə parkının ümumi ərazisi 6,6 hektardır. Park son bir ay ərzində tamamilə abadlaşdırılıb. Əraziyə mərmər qranit örtüyü çəkilib. Gecə işıqlandırma sistemi müasirləşdirilərək artırılıb. Uşaqlar üçün müxtəlif əyləncə qurğuları, atraksiyonlar quraşdırılıb. Piknik zonası yaradılıb və tam müasir oturacaqlar qoyulub. Ən sevindirici məqam odur ki, burada yaşlı sakinlər də unudulmayıb. Onlar üçün xüsusi istirahət güşəsi yaradılıb. Ərazidə mövsümi gül və çiçəklər əkilib. Park gözəl landşaft tərtibatı ilə zövqlər oxşayır. Görülən abadlıq işlərindən sakinlər və şəhərə gələn xarici qonaqlar razılıqlarını bildiriblər. Onlar parkın həm uşaqlar, həm də böyüklər üçün rahat istirahət məkanı olduğunu vurğulayıblar. Son zamanlar müşahidə olunur ki, bələdiyyə parkı həddən artıq abadlaşıb, gözəlləşib. Nə xoş təsadüf ki, bu bələdiyyə parkının açılışı 1 iyun Uşaqlar Gününə təsadüf edir. Həm uşaqlar bura yığılıb, həm valideynlər sevinir, həm uşaqlar əylənir və onların xatirələrində xoş bir təəssürat qalacaqdır. Və bir daha Sumqayıt sakinləri adından təşəkkür edirik, minnətdarlığımızı bildiririk. Çox əladır, çox gözəldir. Çünki bundan əvvəl bizim uşaqlarımızın belə oynamaq üçün belə şəraitimiz yox idi. Hər cür şərait var. Uşaqlarımızı gətirib gözəl burada oynayırlar, vaxt keçirdirlər. Onun üçün bir söz deyə bilmərik. Çünki indiki bizim yaşamağımıza həyatda heç bir ölkədə belə yaşamaq yoxdur. Biz belə yaşamaqla, belə bələdiyyə ilə, belə devlətimizlə, belə rəhbərimizlə fəxr edirik ki, həqiqətən gözəl ölkədə yaşayırıq. Düşünürəm ki, bundan sonra da bu inkişaf edəcək. Amma burada mütləq şəkildə cəmiyyətin də rolu mütləqdir və cəmiyyət də bələdiyyə ilə birlikdə bələdiyyəyə töhfə verməlidir, bələdiyyəyə dəstək verməlidir ki, bələdiyyə də bundan sonra Türkiyədəki kimi, digər ölkələrdəki kimi, inkişaf etmiş ölkələrdəki kimi inkişaf eləyə bilsin. Əvvəl biraz deyildi, yəni o cürə yaxşıdır, amma bu cürə deyildi, bu gün laf yaxşı. Bu günlər laf yaxşı. Yəni qısa bir vaxtda, zamanda abadlaşdırıldı. Bəli, abadlaşdırıldı, hər şey yaxşıdır. Həddindən artıq çox işlər görülür. Sevinirəm ki, belə bir parkımız var, Sumqayıtın gözəlləşdirilməsinin, daha da yüksəlilməsində bu belə bir park lazım idi və eyni zamanda hal-hazırda da bu parkda nəvələrimi götürüb gəlmişəm bura ki, nəvələrimlə bu parkı göstərək, görək nə cür şərait yazır. Gün konsert, bayram günüdür. Mən də bütün Sumqayıtda olan vətəndaşlarımı, uşaqları hamısını təbrik edirəm. I live in Sumqayıt for almost 7 years. Sumqayıtda olduğumdan çox məmnunam. Şəhər o qədər gözəldir ki, insanın sanki ruhu dincəlir. Nə xoş mənə ki, bu gəlişim bələdiyyə parkının açılışına. Həm də 1 iyun uşaqların beynəlxalq müdafiəsi gününə təsadüf etdi. Sumqayıt bələdiyyəsi yaxşı işlər görüb. Parkı gəzdim, çox gözəldir. Güllər, çiçəklər məni heyran etdi. Təmizlik də öz yerində. The playground and everything, yeah, it's quite nice. I like to live here. Bələdiyyə parkının yenidən qurulması Sumqayıt şəhərinin yaşıl zona və istirahət mərkəzinin genişləndirilməsi istiqamətində atılmış uğurlu addımlardan biri hesab olunur. Şəhər rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq belə layihələrin davamı olacağı, gələcəkdə daha çox ictimai istirahət məkanlarının sakinlərinin ixtiyarına veriləcəyi nəzərdə tutulur. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.